Yardımlı rayon mərkəzi xəstəxanasında illərdir terapevt, ginekoloq, radioloq, cərrah, kardioloq və bir çox dar ixtisaslı mütəxəssislər yox səviyyəsindədir. Yoldaşımı aparmışım xəstəxanaya. Məsələn, damar cərrahıdır. Onunla bağlı gəlmişdim. Məsələn, bizdə həkim çatışmamazlığı var. İndi məcburiyyətdən olmadığı üçün mən də məcbur Bakıya müraciət edirəm. Olsa, nə xərcimiz çıxar, nə belə burada yerində olardı hər bir şey. Yaşadığı ərazidə həkim çatışmazlığı səbəbindən Bəylər Nəsirov kimi bəlkə də hər gün yüzlərlə rayon sakini tibb xidmətindən yararlanmaq üçün rayon mərkəzi xəstəxanasından deyil, paytaxtda fəaliyyət göstərən tibb müəssisələrinə üst tutur. Yardım rayon mərkəzi xəstəxanasında peşəkar və ixtisaslı həkimlərin çatışmazlığı rayon əhalisi üçün təkcə maddi və vaxt itkisi deyil, eyni zamanda ölüm hallarının artmasına və bəzi hallarda uğursuz müalicələrə də səbəb olur. Regionlarda həkim çatışmazlığı problemi bu gün də aktuallığını qorumaqdadır. Xüsusən də dar ixtisaslı həkimlərin azlığı ucqar rayonlarda əsasən tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Ancaq buna baxmayaraq son illər təbii tərəfindən bir sıra pilot layihələr həyata keçirilir ki, bunların da içərisində əsasən tibb təhsili alan şəxslərin, yəni həm ölkə xaricində, həm də ölkədə təhsil alan şəxslərin yenidən qayıdaraq öz rayonlarında həkim kimi fəaliyyət göstərmələri üçün əsas prioritet məsələlərdən biridir. Yardım rayon mərkəzi xəstəxanasının baş həkimi Zümşüd Kərimovun sözlərinə görə rayon xəstəxanasında illərdir hökm sürən kadr çatışmazlığı bəzi tibb xidmətlərin göstərilməsində çətinliklər yaratmaqla yanaşı, xüsusilə ucqar kəndlərdə yaşayan əhali üçün səhiyyənin əlçatanlığına ciddi təsir göstərir. Təəssüflər olsun ki, bu reallıqdır. Yardımda da bir çox peşə sahəsindən, yəni ixtisaslardan həkim çatmamazlığı var. Bu, ən indiki prioritet sahələrdən biri olan əsas mama ginekoloq, travmatoloq, sonra var infeksionist həkimlərimiz, terapevt həkimlər. Demək olar ki, bütün ixtisaslardan çatmamazlığı var. Bəs rayon xəstəxanalarında kadr potensialının gücləndirilməsi istiqamətində son illər Təbii və Səhiyyə Nazirliyi tərəfindən atılan konkret addımlar Ucqar Dağ rayonu olan yardımlı səhiyyəsinin inkişafına təkan verə bilibmi? Yenə də bir çox sahələrdə bizim çatmamazlığımız var və həm həkim, bəli, həm də müəyyən tibbi ləvazimatlar filan bizim çatmamazlıqlarımız var. Bəli. Səhiyyə Nazirliyindən isə bildirildi ki, Nazirlik ildə 2 dəfə dövlət sifarişi əsasında rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim mütəxəssislərin təyinatını həyata keçirir. Təyinat zamanı Səhiyyə Nazirliyinin və təbibin tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq həkim mütəxəssislər göstərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər yardımlı.